atası kimi sıra əziyyət çəkib gələn hər bir kəsə başqa şəhid ataları, şəhid anaları, bütün qəhrəman qaziləri olmalı və bütün gələnlər hamısına təşəkkür edirəm. Eyləmiş şəhidlərin işıqla yürütmüşü zəncili şək qoymadı. Başımızdan razı olsun. Yəni bizim gəlmiş şəhidlərimizə Allah rəhmət eləsin. Yəni düzdür, burada kədər görülür, amma kədərdən də üstün qürur var. Şəhidlərimiz, bağlarımız bizim millətimizə, dövlətimizə, xalqımıza qürur verir. Onların bizə deyərlər, bayrağımızı qaldırdılar, şərəfimizi qaldırdılar, şərəfimizi, yaylığımızı geri qaytardılar. Ona görə də yəni burada kədərdən çox qürur var. Mən də bu 44 günlük müharibədə mənim oğlum bu Şəhriyarda çox büyük fədakarlığı olur, çox büyük qəhrəmanlığı olur. Yəni bu əfsanəvi Taborgirdə 13 demək qəhrəman İranı valideynlər zamanları bir yerdə başlanğıçda bir yerdə müharibəyə başlayıblar və sonda da bir yerdə də şəhid olurlar. Yəni bu 44 günlük müharibədə çox böyük fədakarlığı olur, çox böyük qəhrəmanlığı olur. Allah hamısının məkanımızda eyləsin, yerləri tezlik olsun. Təşəkkür edirəm hamıza. Sağ olun, var olun. Nəsib ki, sənə Allahdan səbir edir. Sənə möhkəmli yaratır. Allah sənin simanında şəhid atalarını, yoldaşını, onun simasında şəhid analarını olsun. Sağ olun, əziz analarımız, belə qəhrəmanlara görə, belə oğullara görə. Amma mən əyləşim. Bir neçə kəlmə söz deyəcəm inşallah.